Dostlar, mən Sabirli Bəxtiyar, kanalıma xoş gəlmisiniz. Uzun müddətdən sonra bir video çəkmək qərarına gəldim və bunun üçün telefon axtarışındaydım və telefonu tapdım. Əlimizdəki telefonumuz hal-hazırda Samsung Galaxy S20 Plus telefonudur. 8 RAM, 128 yaddaşlı telefonumuzdur. Telefonumuz haqqında qısa bir məlumat verim, sonra isə bunun üçün ətraflı bir video çəkəcəm. 2020-ci ildə istehsal olunmuş telefonu 2025-ci ildə istifadə etmək kimi şok olacağınız, yəni gözəl xüsusiyyətləri var. Mən də heç belə gözləmirdim. İndi isə bugünkü məsələmiz bizim PUBG oynamaqla bağlı olacaq. Yəni bu telefonun hal-hazırda PUBG-nin necə açdığı ilə bağlıdır. Bunun iki versiyada istehsal olub təbii ki. Bir, Avropa bazarı üçün təbii ki Samsung'un Exynos 990 prosessoru ilə istehsal olunmuş. Bir də bunun Amerika və Çin bazarı üçün istehsal olunmuş versiyası var. O da ki Snapdragon 865 5G ilə istehsal olunur. Bu 5G prosesor deyil, o isə 5G prosesordur. Gördüyünüz kimi üzərində Android 13, One UI 5.1 var, hal-hazırda yüklüdür. 8 nüvəli prosesor var üzərində. Maksimum 2.73 GHz, minimumda 2 GHz kimi yüksələ bilir. Bizim burada averajımız görsənir. Hal-hazırda Geekbench testindəyik və göstərim sizə nə qədər temperatura kimi qalxıb. 34.8. Bu təbii ki bədən üçün olandı. Bunun daha doğrusu səth üçün idi. Bu bədən üçündən yoxlasaq biz bunu da 36.9, böyük bir fərq yaratmır. Belə baxanda yəni 2 dərəcə fərq yaranır burada. Səthin özü də görürsünüz ki 23.5 dərəcədir. Yəni hal-hazırda otaq temperaturundan 11 dərəcə yüksəkdir telefon. Benchmark skorumuz elə də pis deyil. Yəni götürəndə bunun S20 Plus'un averajı 1070, 1007 olduğu halda, yəni burada göstərim sizə, S20 Plus 5G-nin sonuncu dəfə aldığı averaj 1041 olub. Yəni burada göründüyü kimi S20 Ultra filan. Məndə isə əlimdə olanın hal-hazırda bu averajı göstərir. Yəni mən özüm də şokdayım bu rəqəm necə alınıb. Hal-hazırda mənim telefonumun device'ında olan güc demək olar ki, bütün averajlarda hamısından yüksək göstərir. Burada baxa bilərsiniz. Exynos 990-dan 2767 də alıblar. Exynos 990-dan 2796 və bu qədər. Amma Snapdragon 865 Plus 5G ilə 3147 puan alınıb. Yəni mən telefonum, əlimdə olan telefon hal-hazırda öz averajından yüksək göstərir onsuz da. Çünki bütün güncəlləmələr falan hamısını etmişəm. Yəni bunu etməmişdən öncə telefonun averajı bu idi. Yəni minimumu çox aşağı, maksimumu da ki biraz aşağı idi. Sonradan isə bütün güncəlləmələr etdikdən sonra telefon belə oldu. Ki və bu rəqəm çox yaxşıdır. Həqiqətən götürsək biz bu rəqəmi Snapdragon 888-dən yüksək də verə bilir bu rəqəmdə. İsinmə də ki orta dərəcədə isinmə olub, amma heç isinmə yoxdur ki, soyuqdur telefon. Sadəcə proses zaryadkamız biraz çox gedir. Yəqin ki bugünkü bizim oyunumuzda da bunu görəcəksiniz ki, bu həqiqətən də zaryadkası bunun çox gedir. Telefonumuzun ekranı dəyişib, şəxsən özüm dəyişmişəm, onun da videosunu kanala yükləyəcəm. AliExpress-dən sifariş verilən AMOLED ekranın keyfiyyətinin necə olduğu ilə bağlı. Barmaq zidi həqiqətən çox yaxşı işləyir. İndi həmin hissəyə düzgün toxunsam görəcəksiniz. Yəni göstərməyin kifayət edir. Çox güclü işləyir. Yəni bu saxta barmaq izi də deyil. Gördüyünüz kimi açmır. Öz barmaq izini toxunduqda açır. Yəni yaddaşına atdığım barmaq izi. Deməli belə. Vaxtımızı qururuq. Sonra vaxtımızı qurduqdan sonra oyunumuza daxil oluruq. PUBG təbii ki. İlk başda telefonumuzun temperaturuna da baxaq. Ən çox qızan hissəsi buradır. 32.7. 32.1, 32.7, hətta 33 dərəcə də deyə bilərik. Yəni bu temperatur aralığında oyuna başladıq. Görək nə qədər müddətdə açacaq oyunumuzu. Səs də telefonumuz stereo səsdir. Üstdəki səs o qədər güclü deyil, amma altdakı səs yaxşıdır. Güncəlləmə var imiş. Nəsə.
Yükləməyə görə biraz gec açacaq. Məncə yükleme olmasa onsuz da 30 saniye, 35 saniye açır. Yəni çox ilinə görə məni çox şoka salıb bu telefon. Həqiqətən çox sürətli işləyir. Mən bu qədər keyfiyyətli olacağını düşünməmişdim. 49 saniye amma realda yəni bu qədər gec açmır. Çünki necə deyərlər? Yükleme olmur. Yükleme olmayanda bu qədər gec açmır yəni. Gəldik 95% pinlə oyuna başladıq. İndi 94'dür. Buranı sıfırlayırıq və başlatdıq. Oyun davam edir. Artıq 94'dür. Oyuna ilk girişdən gördüyünüz kimi 32.7 idi. 34.3 artıq isinmə başlayıb. Ən çox isinən hissəsi buradır. Ona görə bu hissəni ölçürəm. Deməli, bizim qrafiklərimiz akıcıda aşırı, dengelidə aşırı yüksək, HD'də aşırı yüksək, HDR-da aşırı yüksək, Ultra HDR-ı dəstəkləmir. Amma mən bildiyim 865 Ultra HDR-ı dəstəkləyir. Biz də artıq oyunu 4 yerə böləcəyik. Təbii ki 10 dəqiqə, 10 dəqiqə, 5-5 belə oynaya bilərik. Çünki oyunumuz maksimum yarım saatlıq gedir. Rütbəsizdə sadə Erangel oynadaq. Tək nəfərlik. Oyunumuzu başlatdıq. Səsi artırım. Mənim vəziyyətimi burada görsəniz, həqiqətən bu şəkildə oynamaq biraz çətindir. Yəni ani səhv hərəkətlər etsəm, məni başa düşərsiniz. Həqiqətən çox keyfiyyətli göstərir. Çox keyfiyyətli göstərir. Yəni bu dəyişilmiş ekran belə olsa, AMOLED də təbii ki ekranımız, dəyişilmiş ekran belə olsa çox keyfiyyətli göstərir və ekran işığını da artırın. O dalğalanmalar falan hamısı getsin. ...60 FPS-i axırına kimi verir. Bir tək bu dəyişilən ekranda kamera yeri biraz böyük olur. Qalan heç bir şeyin yeri böyük deyil. Bu işarələr nədir belə? Bizim həmişə kimi yerimiz Pochinki'də. İnşallah ki bu vəziyyətdə oynaya bilərəm. Nəsə kameranın tutacağı, telefon kameramızın tutacağı o qədər də yaxşı deyil. Xiaomi deməyək. Xiaomi 14'dən çəkirəm yenə videonu. Yəqin ki oyunun tam keyfiyyətini sizə göstərə bilir 4K 60 FPS-də. Oo, çox adam var ətrafımda.
Ha, batırmış. El dürbünü. Bunun üçüncü ekranı hızlı dürbün değiş aktif değilmiş. Onu da düzeltək. Hızlı dürbün değiş açık. Telefon 60 FPS və qram qızma yoxdur hələ. Əlimdə yəni hiss etmirəm də qızmağa dair heç nə. Bu çox keyfiyyətli göstərir axı. Bu qrafiklərə mən baxmalıyam. Həqiqətən 60 FPS-dir, amma nə yalan deyim, özü də dəyişilmiş ekrandır da bu. Düşünərsən ki, yəni bu qədər keyfiyyətli göstərməz, amma həqiqətən çox keyfiyyətli göstərir. Ya mənim ayaq səslərimdən anladır, ya da ki, burada kimsə var. Var. O gələnə kimi bir dənə temperaturu sizə göstərim. Artıq 8 dəqiqə keçib. 36.8, 36.7, 37, 37.2. Ən çox istənilən hissəsi bura. Yəni bu 37-yə mən istilik demərəm, 91%. 3% gedib zaryadkamız 8 dəqiqə ərzində. Nəsə götürdük. Bu qədər dürbün götürmədə. Səs var ya hardasa. Ha, bot. Nerede değil mi? Bu evde. Səni bayaqdan axtarıram hemen. Artıq 10 dəqiqəmizi keçdik. Qrafikləri artıraq. Bu nə qrafiklərdir belə. Temperaturumuza baxaq. 37.5. Ola bilər ki, mənim
Əlimin toxunuşu da buna isitsin bu hissələrini. O bu grafiklər bu başqa bir şeydir, bu başqa bir aləmdir. Bu nə grafiklərdir? Bunun işığı maksimumdadır. Botlar bir-birinizi öldürməyin, gəlin. Axıcılığı yoxdur, 45 FPS-in söz yox, amma ki yenə də həqiqətən çox gözəl görünür. Gördüm. Please, Snow, I'll keep my mouth shut. I promise. Oyun tepkiməsində təbii ki HD-yə çəkəndən sonra biraz yavaşlama var. Sanki oyun daha gec geri dönüş verir mənə. Maşınla gələn olacaq da buralara. Burada gördüm səni. İçində də 556 var idi onun. Ops. Hardan atır axı bu? Gördüm. Şəlin altını verin mənə görüm. Şəlin altının hamısını zəhmət olmasa. Burada nə mən də artıqdır. Bunun birini atım. Əl qumbarası var. Azdır. Birini götürmək lazımdır. Bəsdir. Hər şey əladır. Gedə bilərik. Uzatılmış şarjöre ihtiyacımız var. Mağaza hardaydı? Burada olmalıdır. Market. Bəs market hardadır? Ha, bu sarıdadır. Alana getmək lazımdır. Bir pulumuz var. Bir dənə də uzatılmış. Onun nə olduğuna baxıb sonra getmək istəyirəm. Maşını götürüblər. Hə, maşın yoxdur. Qırmızının nə olduğuna baxmaq istəyirəm.
Nə daxil qırmızı şeytan. Alana hər halda girəcəyik. Nə qədər vaxtı var alanın? 24 saniyə. Oo, burada da qəşəng notlar var. I got supplies. Maraqlıdır. Getdik alana. Maşınımız da buradaymış, bizi gözləyirmiş. Getdik alana. Yox, Red Zone'da ölmək istəmirəm. Oh, adam var. Çıxardadır. %86%, 20 dəqiqə ərzində 8% gedib. Temperaturumuz da 38 dərəcə, ən yüksək yerində. 38.2. Davam edək.
Oyun o kadar axıcı və gözəl gedir ki, oyunun haqqında nə dediyimi yadımdan çıxardıram. Məsələn, heç danışmağı unuduram. Ops. Ops oldu. Canımızı gücdən toparlamışıq. O, fişəng. Getmək dəyər. Mənə bir ədəd 6x ya da 8x lazımdır. Düz bu tuşla geçsəm 60 dərəcədə fişəyə getmiş oluram elə bundan. Oh, gedən var bir nəfər. Bu da sizə əsl adam. Hı. Oo. Səs kasa bilmədim. Bu silahla səs kasa bilməməyim dedi normalde. Hələ yaxşı vurmuşam mən buna gülləni. 5 dəqiqədə də HD'də artırırıq. 5 dəqiqədə də HD oynayırıq. Daha doğrusu HDR. Temperaturumuzu ölçək. 25 dəqiqədən sonra 38.4 84 10% zaryadkamız gedib. Davam edirik. Başqa vurduq. Qrafikləri HD'yə qaldıracağıq. HDR-a. Qoşduq eşləşmə yaratsın. Çox pis oldu, çox tez öldük. İnventarımızda nə var ki bizim paltar olaraq? Qəşəng paltardır. Rütbeli niye oynuyor ki bu? Mən rütbəsiz başlatmamışam. Eşleştirmə. Ne rütbeli oynayaq tezdən uğraşaq. Rütbəsiz qoşaq. Mən rütbəsiz qoyuram, rütbəsiz gedir. Rütbəli gedir. Rütbəsiz qoşaq, bu oyun başlasın. Biraz da HD oynayaq. Son nəticədə hardasa mən elə fikirləşirəm ki, bir 15% zaryadkamız gedəcək. 15 ya 20% maksimum. Oo, ilk açılışda açıla bilmirdi oyun. Baxın qrafiklər arasındakı fərq. Baxın burada yazılar elə belə oxunur. Qrafikləri HDR-a çəkib baxanda hər şeyin HDR effektə keçdiyini görə bilirsiniz yəqin ki. Kölgələr filan yerdəki.
Amma bu akıcıda elə bilirəm o qədər də bəlli olmur. Qoşa bilmərəm. Hə. Nəsə belə. Piksel qaplama. Grafikləri düzəldim. Ha, HDR-da hələ də. Görək burada nə qədər qızacaq son 5 dəqiqə ərzində. Oyunu o qədər özümü qaptırıram ki, sonra bilmirəm nə baş verdiyini. Bura düşək elə yaxına. %38.6 dərəcəyə maksimum qızıb hələ də. Axı pompalı nədir bu yerdə? Ayaq səsi var. Mən öz ayaq səsimdən qorxmadım ki. Oyun heç isinmir. Əksinə HDR-da temperaturunu aşağı saldı. Ən çox qızdığı HD modda oldu. Ya da oyun daha güclü idi, daha axıcı idi. Ona görə ekran işıqlılığı yetərli deyil. Yəni bu bir həqiqətdir, bu gizlənəsi bir şey deyil. Ya da oyun elə həqiqətən işıqsız moddadır bu dəqiqə. Amma belə yəni telefon həqiqətən yaxşıdır bu baxımdan. Oyun oynamaq üçün yarıyar. Yarım saata gəldik, çatdıq. Deməli, yarım saatin sonunda 81% pilimiz var, yəni 13% bir yarım saat ərzində enerjimiz gedib. Yaxşı nəticədə düşünürəm. İsinməsi də çox az miqdarda idi, həqiqətən. Yəni özünüz də canlı şahid ola bilərsiniz yenidən. Əksinə temperaturunu aşağı salır. Yəni HD modda oynadıqca temperaturunu aşağı salır. Həqiqətən də 300-350 manat civarında həm premium segment götürəndə, yəni bunun ekranı dəyişilsə belə öz keyfiyyətini yerində qoruyub, bir tək kamera dəliyi biraz böyük olur bunların. Qalan həminki keyfiyyəti verir. 120 Hz yox, 90 Hz olub. Misal üçün bunun ekran dəyişənini də alsanız, yəni bu keyfiyyətli ekranı dəyişilmişi alsanız daha yaxşı olar. Həm AMOLED-dir, həm ultrasonik barmaq izi var. Ekran düz deyil, gedir. Dövrü üçün həm kamera qabiliyyəti yaxşıdır, həm də həm arxa, həm ön kamerada 4K 60 FPS video çəkmək qabiliyyəti də var və 350 manat civarında, 300-350 manat civarında yaxşı vəziyyətdə, yəni belə cızıqsız, tərtəmiz ala bilsəniz, həqiqətən işlətməyə dəyər telefondur. Kanalıma abunə olub like atmağı unutmayın. Çox sağ olun, təşəkkür edirəm. Dəstəyiniz mənimlə olsun ki, mən də sizə lazım olan belə videoları çəkib göstərə bilim. Çox sağ olun, təşəkkür edirəm.
Gününüz uğurlu olsun.